Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əhl-i Beytdən ayrı düşdüklərinə görə müasir vəhabilər və bir qrup insanlar ki, özlərini sələfi adlandırırlar. Çox təəssüf olsun ki, Allah Təbarək və Teala barəsində yanlış düşüncədədirlər, olublar və indi də o cürdülər və Allah Təbarək və Teala'ya layiq olmayan sifətləri nisbət verirlər və özlərini əsl tövhid əhli adlandırırlar. Baxın, indi birlikdə baxan, görən bu tövhid əhli Allahın iki əli barəsində necə ixtilaf edib ki, Allahın ikinci əli soldur, yoxsa sağ. Mən ilk oxuyacağım məsələ İbn Bazdan da bilirsiniz, İbn Baz keçmiş bundan əvvəlki müftidən, yəni indiki müftidən öncə müfti idi, Səudiyyə Ərəbistanının Vəhabilərin müftisi idi. Elə saytda binbaz.org saytıdır. Orada soruşurlar ki, ma mə'na və kiltə yədəyir rəhman yəmin. Rəhmanın hər iki əli sağdırın mənası nədir? İzah verir ki, sağdırın mənası nədir? Daha sonra deyir ki, Müslimdə hədis var ki, innəl uxra tusamma bişimal. Allahın ikinci əli sol adlanır, soldur. Və daha sonra Beyhəqi bu barədə nəzər deyib, İbn Həcər filan. Amma mənim öz şəxsi nəzərim budur, cavabda bu deyir. Fəl-məqsud deyir ki, hədisin eybi yoxdur. Çünki inkar ediblər ki, necə ola bilər ki, sol, bu hədisdə, Müslimdə gəlib bilmirlər, qəbul etsinlər, yoxsa yox. Digər hədisdə gəlib ki, hər ikisi sağdır, amma Müslimdə gəlib ki, soldur, ikinci əli. İbn Baz deyir ki, mənim fikrimə görə bu hədisdə heç bir eyb yoxdur, yəni addır, sol. Yəni nisbət veririk, amma naqislik eləmirik. Layiqdir, ona layiq formada soldur. Bu belə aşağıda gətirir və nəhayət bu nəticəni alır ki, fəkullu sifatin təliqu billah ki, Allaha layiq formada biz nisbət veririk. Deməli, solu Allaha nisbət vermək olar. Lakin buna baxmayaraq bir qrup əhl-i sünnə alimi, vəhabilər, daha doğrusu, bu düşüncədədirlər, xeyr. Və onlar ki, hətta Allah Təbarək və Teala'nın xəbər sifətlərini yozurlar, onlar da sol əli nisbət vermirlər. Bir qrup əhl-i sünnə alimləri. Burada başlayır adları saymağa ki, kimlər Allah Təbarək və Teala'nın sol əlini inkar ediblər, deyiblər Allah Təbarək və Teala'nın hər iki əli sağdır. Durar.net saytında. Əhməd ibn Həmbəl, İbn Xuzeymə, Beyhəqi, Əlbani, bunlar Əlbani, təsəvvür edin, bir dənə böyük Vəhabi alimi Əlbani gəlib deyir ki, Allahın ikinci əli sağdır. İbn Baz deyir ki, eybi yoxdur, soldur. Burada problem yoxdur. Və o hədis də gəlib deyir ki, Allahın hər iki əli sağdır. Məqsəd budur ki, yəni sol da sağ kimi bəxşiş edəndir, yəni əta edəndir. Diqqət edin, necə yazır. Başlayır burada hədisləri gətirmə. Əhməd ibn Həmbəldən söz var, deyir ki, əl-iman bidalik, hər iman gətirmək lazımdır ki, kiltə yədəy yəmin, Allahın hər iki əli sağdır. Fəmən ləm yu'min bidalik, hər kəs buna iman gətirməzsə və yələm, bilsin ki, ənnə zalikə haqqun, bu haqdır və buna iman gətirməzsə, bilə ki, haqdır və iman gətirməzsə, fəhvə mükəzzibun bi Rəsulillahi sallallahu aleyhi və səlləm, yəni Allahın hər iki əli sağdır. Bunu bilə ki, Peyğəmbərin sözüdür və buna iman gətirməyə o Həzrət Peyğəmbərin sözünü təksib eləyir, inkar eləyir. Allahın hər iki əli sağdır. İbn Xuzeymədən də gətirir, Əlbanidən də soruşurlar ki, biz bu iki dənə hədisi nə eləyək? Bir hədisdə gəlib deyir ki, soldur, digər hədisdə gəlib ki, hər ikisi sağdır. Baxın, görün, nəyin üzərində dava edirlər bunlar, əziz izləyicilər. Yəni, adam bilmir, nə desin. Və Əlbani də gəlib deyir ki, o ki, səhihdir, kiltə yədəh yəmin doğrudur. Yəni, Allah Təbarək və Teala'nın şeydir və hədislər arasında heç bir ziddiyyət də yoxdur. Niyə? Çünki o ki, qəbul olunur, iki əli sağdır, sol hədisi şazdır, nadirdir. Yəni, xülasə biz qəbul eləmirik solu. Solu qəbul eləmirik və deyir ki, bu ayrı bir nüsxədə də sol gəlməyib, başqa bir kəlam gətirib. Necə ki, deyir ki, ənə rivayəti bi şimalihi şazzətün. Allahın sol əli rivayəti şazdır, nadirdir. Necə ki, mən deyir, onu bəyan eləmişəm filan və həmçinin Əbu David rivayət eləyib biyədihil uxra, digər əli, yəni şimal sözün gətirməyib. Və daha sonra İbn Ömər
Müslimdən hədis gətirir, Beyhəqidən kəlam gətirir, sonra Əbi Dərdadan filan. Bunlar hamısı axırda sonra özünün nəzərindir. Yəni bu Vəhhabilərin ən məşhur saytları da bilirsiniz əzizlər, durar.net saytı ən məşhur saytlarıdır. Yəni 100% qəbul olunan saytdır. Orada gəlib deyir ki, yaxşı biz hansını qəbul eləyək? Bir qrup tanınmış Vəhhabilər, ya deyək sələflər siz deyirsiniz. Sələflər gəlib deyir ki, Allahın sol əli var. Bir qrup deyir ki, yox, ikinci əli də sağdır. Bunun barədə sizin nəzəriniz nədir? Deyir, o ki biz qəbul edirik, Allah Təbarək və Teala'nın əli, hər ikisi əli sağdır. Niyə? Ədəbə görə. Çünki Allaha yaraşmaz. Çünki şimal, sol əl, diqqət edin, maraqlıdır, zəifliyin şeyidir, zəifliyi bildirir, naqisliyi bildirir. Yəni bu, amma sağ əl güclüyü bildirir. Ona görə Allahın ikinci əli də sağdır. Yəni ikisi də güclüdür. Baxın, özləri də qəbul edirlər. Bizim hədislərimizdə də ola bilsin olsun, yəmin sözü istifadə olunsun Allah təbarək. Amma məqsədi qüdrət, nemət, mənası, fəzil mənasını verir. Elə İbn Baz da bunu düşünmüşdü. İbn Baz da deyir ki, oradakı deyib hər ikisi sağdır. Yəni ki, sol da sağ kimi bəxşiş edir. Baxın, görürsünüz. Məcbursunuz, bəzən yozasınız, məcbursunuz. İnşallah bu bəhsimiz bitdi burada. Növbəti verilişimizdən isə bir-bir o 10 dənə ayəni araşdıracaq. Elə əhl-i sünnənin alimlərinin nəzərini, Vəhhabilərin nəzərini və şiələrin nəzərini bir-bir açıqlayacaq. Birinci ayəmiz bu barədə olacaq ki, Allah Təbarək və Teala buyurur ki, mən səni iki əlimlə xəlq etdim. Ya iblisə ki deyir, mənim iki əlimlə yaratdığım məxluqa niyə səcdə etmədin? Bu ayə üzərində düşünün. İnşallah əsl cavabı birlikdə oxuyacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.